Yeraltı sərvətlərin paylanması haqqında danışacağıq. Deməli, bura aiddir dəmir filizi, boksit, daha sonra qalay wolfram, apatit, fosforit, mis yataqları. Görək bu adını çəkdiyimiz filizlər və qeyri-filizlər hansı ərazilərdə daha çoxdur. Başlayırıq deməli dəmirlə. Kitabda səhifə 66. Baxaq görək dəmir filizi harda çoxdur. Deməli, burada Skandinaviya yarımadası, Ural dağları və Dekan yaylası. Avrasiyada 3 dənə ərazidə çoxluq təşkil edir. Ural dağları, Skandinaviya və Dekan yaylası. Daha sonra ən çox yayıldığı ərazilərdən biri Braziliyadır, Braziliya yaylası. Biri də Qərbi Avstraliya. Deməli, əsasən 5 yerin adını çəkdik. Skandinaviya yarımadası, Ural dağları, Dekan yaylası, Braziliya yaylası və Qərbi Avstraliya. Daha sonra deməli qalay wolfram qurşağı. Uşaqlar, qalay wolfram qurşağı Cənub-Şərqi Asiyada. Bax burada bu ölkələr, bu ərazilər qalay wolfram qurşağı adlanır. İndi baxaq mis qurşağı görək hardadır. Cənubi Amerikada Ant dağları. Bax bu ərazi dünyanın ən böyük mis qurşağıdır. Burada deməli dünyanın ən uzun ölkəsi yerləşir, uzun sof Çili. Çilidə ən çox yataqlar bu ölkədədir. Daha sonra bir də mis qurşağı Afrikadadır, Mərkəzi Afrikada. Burada. Sonra baxaq. Deməli, bir də ki onu deyim ki, alüminium təbiətdə sərbəst halda yayılmayıb. Boksitin, sonra alünitin, nefelinin tərkibindədir. Deməli, alüminium, boksit, alünit və nefelinin tərkibindədir. Bunlardan da boksit yataqları. Görək dünyada ən çox hardadır. Boksit yataqları deməli, bax burada böyük Çin düzənliyi var. Bax burada balaca yaşıl ərazi. Atlasda, deməli, köhnə Atlasda səhifə 31. Böyük Çin düzənliyindədir. Daha sonra dedik deməli böyük Çində burada Braziliya yaylasındadır. Sonra Avstraliyanın qərbindədir. Daha sonra bir də burada Gviana yaylası var. Burada. Ümumiyyətlə burada 3 dənə yayla, 3 dənə ovalıq var. Onları sizə göstərim. Bax burada Gviana yaylasıdır. Burada Braziliya yaylasıdır. Burada da deməli Patagoniya. 3 dənə yayla var. Gviana, Braziliya, Patagoniya. 3 dənə də ovalıq var. Deməli Orinoco, sonra burada Amazon ovalığı, burada da La Plata ovalığı. Cənubi Amerikada 3 yayla, 3 ovalıq var. Onlardan adını çəkdik. Deməli bayaqdan adını çəkirik. Braziliya yaylasının ki burada dəmir filizi yataqları var idi. Sonra adını çəkdik indi Qvineya yaylasının ki burada nə var idi? Alünit yataqları. Boksit yataqları daha doğrusu. Braziliyada, Böyük Çində, Avstraliyada, Qvineyada. Sonra bir də uşaqlar, uran filizi var. Uran filizi Avstraliyadadır. Ümumiyyətlə Avstraliya boksitə və uran filizinə görə dünyada liderdir. Yəni ki, ən çox buradan çıxarılır. Avstraliyanın York yarımadası var. Bax, buradadır. Cape York yarımadası. Ən çox boksit bax, buradan çıxarılır. Ümumiyyətlə, Avstraliya sərvətlərlə, təbii sərvətlərlə çox zəngindir. Zəngin ölkədir. Yəni, altı üstü sərvətdir. Sonra. Deməli, onu deyirdim ki, burada uran filizi yataqları var ki, dünyada nadir tapılır və tərkibində filiz çox azdır. Tərkibindəki filiz 0,2%-dir. O nə deməkdir? Yəni ki, 1 ton filizdən, 1 ton, daha doğrusu 1 ton qazıntıdan, yerdən qazıyırlar, onun 1 tonundan cəmi 200 qram filiz alınır. Bu da onu göstərir ki, tərkibi çox kasıbdır da. Yəni ki, düşünün ki, 1 kiloqram uran almaq üçün nə qədər qazıntı işləri görmək lazımdır. Sonra adını çəkmədiklərindən. Bir də onu deyim ki, hansı ki bərk filizlər var. Bu dəmirdir, misdir, gümüşdür, qızıldır. Bunlar daha çox yaylalarda, dağlarda olur. Yəni ki,
kristallik bünövrənin yer səthinə yaxın yerləşdiyi ərazilərdə olur. Amma yanar faydalı qazıntılar və qeyri-filizlər, məsəl üçün qeyri-filizlərə aiddir. Qeyri-filiz o demək ki, yəni filiz olmasın da, bərk olmayan, loru dildə desək. Bunlara aiddir, məsəl üçün, deməli, burada adı çəkilənlərdən apatitdir, fosforitdir. Sonra yanar faydalı qazıntılar neftdir, qazdır, daş kömürdür, yanar şistdir. Bunlar isə daha çox ovalıqlarda, yəni ki, çökək ərazilərdə olur. Yaylalar, yüksəkliklər, dağlar bərk materiallarla zəngindir. Ovalıqlar isə, çökək ərazilər isə yanar faydalı qazıntılarla zəngindir. Məsəl üçün, neft ən çox çıxır, deməli, adını çəkək bu. Ən çox neft çıxır, deməli, okeanlarda, dənizlərdə və ovalıqlarda. Məsəl üçün, neftin çıxdığı ərazilər, bax, elə götürək Xəzər dənizi. Daha sonra burada dünyada ən məşhur neft çıxan ərazi İran körfəzi. Burada Şimal dənizidir. Daha sonra açsaq, deməli, səhifə 20-ni. Burada Qvineya körfəzidir, ən çox neft çıxan ərazilərdən. Sonra Qərbi Sibir düzənliyidir burada, Qərbi Sibir düzənliyi. Daha sonra olsun Meksika körfəzi. Deməli, belə bir qanun uyğunluq var ki, yanar faydalı qazıntılardan neft inkişaf eləməkdə olan ölkələrdədir. Yəni ki, tam inkişaf eləmiş ölkələrdə neft o dərəcə geniş yayılmayıb. Daş kömür isə əksinə inkişaf eləmiş ölkələrdədir. Gəlin baxaq. Dünyada ən çox daş kömür ehtiyatı, bax buradadır, Şərqi Avropa düzənliyi. Üstünə yazılıb iri hərflərlə. Bir də Orta Sibir yaylasında çoxdur. Bir də Böyük Çin düzənliyində. Bir də deyək, deməli, Şərqi Avropa düzənliyi, Orta Sibir yaylası, Böyük Çin düzənliyi. Uşaqlar, Böyük Çin düzənliyində çox faydalı qazıntı adı çəkdik. Məsəl üçün, apatit, fosforit dedik, sonra boksit dedik, indi də daş kömür deyirik. Dedik, deməli, Şərqi Avropada, Orta Sibirdə, Böyük Çində, bundan başqa, deməli, Şimali Amerikada, Appalaç dağlarında, dünyada məşhurdur, bura bu Appalaç qədim dağlar ki var, burada Amerikada. Appalaç dağlarında çoxdur. Bir də ki, Şərqi Avstraliyada. Baba! Bu hissələrdə.